Hardan başlayayım? Neyiniyim? Biznesə başlamaq üçün bu sualı çox verirlər. O sualı mən elə başa düşürəm ki, onda verirsiniz ki, artıq hansı biznesə başlayasınız, onu seçmişsiniz. Bax, bəzən o şəhərdə gəzirsiniz, görürsünüz, icarə yazılır, ya arenda yazılır. Onu elə bilirsiniz ki, siz başqa tanımadığınız adam, bir tanımadığınız adam üçün yazıb. Əslində o sizin üçün yazıb. Baxanda dəyərləndirəsiniz ki, özünüz üçün nə biznes aça bilərsiniz. Bax, hardan başlayayım, nə edim deyəndə başlayırsınız, birinci vöyün alırsınız. Əgər təbii ki, pul qazanmaq barəsində gedir söhbət, deməli qazanc əldə edəsiniz. Bir çox ölkələrin qanunlarına görə qazancdan vergi də ödəmək lazımdır. Vergi ödəmək üçün vöyün alırsınız. Vöyün almaq Azərbaycanda pulsuzdur. Ərizə yazırsınız, 1-2 gün iş gün ərzində hazır olur, götürürsünüz. İndi asan imza da onun üçün lazımdır. Bunun üçün asan xidmətə girirsiniz. Yəni məşğul olsanız bir neçə gün ərzində bunları həll edirsiniz. Obyekt, bayaq dediyim kimi icarə obyekti tapırsınız, yəni özünüz bəyəndiyiniz. Özünüzdə hardansa qalıbsa o lap yaxşı. Hətta qalıbsa da yeri yaxşı deyilsə də ona qurban verməyin, onu kiməsə icarəyə verin, öz işinizə uyğun yer tapa bilərsiniz ki, daha uyğun. Bir də kassa şirkətləri var. Siz vöyünü alandan sonra kassa şirkətləri var, sizin üçün bu işləri görürlər. Çox da baha çıxmır, yəni kassanın pulunu ödəyirsiniz, şirkətin özünə də bir yüngül, çox az miqdarda pul ödəyirsiniz. Sonra da işinizə başlayırsınız, başqa işinə yoxdur. Yəni bundan başlamaqdırsa bundan başlayırsınız.